Salam əziz şagirdlər, bugün mən sizə feil bölməsini izah edəcəm. Daha doğrusu feilim 2 hissəyə ayırıb sizlər üçün izah edəcəm. Bugün sizlərə təsriflənən feillərlə bağlı məlumat verəcəm. Əvvəlcə öyrənək görün feil nədir? Feil qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsinə feil deyilir. Feilin sualı nə etmək? Sualına cavab verir. Feillər ümumiyyətlə biz digər nitq hissələrini deyirik ki, misal üçün isimlərin 6 dənə kateqoriyası var. Sifətlər üçün deyirik ki, dərəcə əlamətləri var. Zərfin deyirik mənaca 4 növ var. Sayın deyirik mənaca 2 növ var. Əvəzliyin mənaca 4 növ var. Feilin də özünə məxsus xüsusiyyətləri var. Feilin özünə məxsus xüsusiyyətlərindən biri onların qrammatik mənasına görə hərəkət bildirməsi, daha sonra isə təsirlilik bildirməsi, sonra inkarlıq bildirməsi, sonra növ bildirməsi, və s. aid edirik. Ümumiyyətlə feil deyəndə biz hərəkət nəzərdə tuturuq, lakin təkcə hərəkətin icra olunması yox, hərəkətin icra olunmaması da feil kimi götürülür. Misal üçün biz adi bir oxuyur feilini deyirik, amma oxumur feilini də desək, yəni hərəkət inkarda verirsə, icra olunmadığını qeyd etsək, o zaman onu feil kimi götürmüş olacaq. O cümlədən biz hərəkət anlayışı deyəndə ilk növbədə ağlımıza gözlə gördüyümüz, yəni fiziki hərəkətlər gəlir. Məsəl üçün doğramaq, kəsmək, qaçmaq, tullanmaq, hər hansısa bir işi icra etmək və s. Lakin pasiv hərəkətlər var ki, biz onları gözlə görmürük. Misal üçün düşünmək, fikirləşmək, hiss etmək, anlamaq və s. kimi feillər var ki, biz bu zaman hərəkət etmədən də edirik. Bunlar deməli, daha doğrusu beynimizin bir növ deyək də hərəkətin nəticəsində baş verir. Bunlar da hərəkət sayılır, feil sayılır. Bunları da biz feil kimi götürürük. Feillər ümumiyyətlə 2 böyük hissəyə ayrılır. Feil bölməsi. Təsriflənən feillər və təsriflənməyən. Bugün mən sizin üçün təsriflənən feilləri izah edəcəm. Əvvəlcə feilin bayaq qeyd etdiyim qrammatik məna növləri, digər xüsusiyyətlərini izah etməmişdən qabaq qeyd edim ki, feillər quruluşca 3 yerə ayrılır. Birinci, sadə feillər. Sadə feillər yalnız bir kökdən ibarət və ya da kökün üzərində təkcə qrammatik şəkilçi varsa, həmin feillər sadə feillər adlanır. Sadə feillər misal üçün biz aid edə bilərik güləşmək, yarışmaq və s. kimi. İkinci aid edirik düzəltmə feillər. Düzəltmə feillər leksik şəkilçilərin köməyi ilə yaranan feillərdir. Feil düzəldən şəkilçiləri 2 qismə ayırırıq. Adlardan, yəni digər nitq hissələrindən, isimlərdən, sifətlərdən, saylardan, zərflərdən, əvəzliklərdən feil düzəldən şəkilçilər və ikincidə feillərdən feil düzəldən şəkilçilər. Feillərdən feil düzəldən şəkilçilərin əksəriyyəti də feilin qrammatik məna növlərinin şəkilçiləridir. Biz feilin qrammatik məna növlərini izah edəndə həmin şəkilçilərə də toxunacağıq. Feil düzəldən leksik şəkilçiləri mən adətən ümumiyyətlə nitq hissələrinə aid leksik şəkilçiləri bir-birinin açılışını vermirəm. Siz özünüz baxacaqsınız və onların açılışına da baxacaqsınız. Çünki şəkilçiləri əzbərləmək yox, konkret olaraq qavramaq, göz yaddaşı ilə yadda saxlamaq, yəni söz rastımıza çıxanda müəyyən etməyi bacarmalıyıq ki, bu nədən nəyə yaradıb. Bir şey də qeyd edim ki, biz ümumiyyətlə nitq hissələri haqqında danışanda qeyd etmişdik ki, ən çox milli sözlərdən ibarət olan nitq hissələrimiz saylar, əvəzliklər və feillərdir. Feillər də dilimizdə olan feillərin əksəriyyəti milli mənşəlidir, lakin istisna alınma feillər var. Onları sizin üçün qeyd edim. Tərk etmək, xatırlamaq, və bağışlamaq. Bu feillər alınmadı, qalan feillərimiz isə millidir. Buna görə də biz rahatlıqla deyə bilərik ki, feildən yaranan sözlər də, yəni düzəltmə və mürəkkəb sözlər də deməli millidir. Çünki kökləri də milli olacaq. Amma başqa nitq hissələrindən yaranan
sözlərin kökü fərqli dillərə məxsus da ola bilər. Feil düzəldən şəkilçilər milli mənşəli şəkilçilərdir və feillərdən feil düzəldən şəkilçilərin əksəriyyəti 4 variantlı, adlardan feil düzəldən şəkilçilərin isə əksəriyyəti 2 variantlı şəkilçilərdir. Mürəkkəb feillərdən müxtəlif yollarla yaranır. Birinci, əks və ya yaxın mənalı sözlərin birləşməsi ilə yaranan feillər. Bu zaman həmin feillərin adətən birinci tərəfi feil bağlama formasında olur. Misal üçün, oturub durmaq, yazıb pozmaq, deyib gülmək və s. Bu tipli sözlər ya yaxın mənalı sözlər olur, ya da əks mənalı sözlər olur və qeyd edim ki, bu tiplə yaranan sözlər defis yazılır. Bunlar həmçinin ub forması olmayıb da, təkrar formada, eyni formada olanlar da olur. Misal üçün, oturur, durur, yazır, pozur və s. kimi. İkinci, olmaq, etmək, eləmək də o cümlədən, eləmək, qılmaq tipli feillərin özündən əvvəlki sözə qoşularaq mürəkkəb feil yaratması. Bu zaman bunlar ayrı yazılır. Bunlara tərkibi feillər də deyirlər. Misal üçün, namaz qılmaq, kömək etmək, və s. kimi. Lakin yadda saxlayaq, deməli, olmaq və etmək feilləri bəzən müstəqil formada da, yəni mürəkkəb feil kimi yox, sadə feil kimi də işlənə. Olmaq, var olmaq, yaşamaq mənalarında işləndikdə, mövcud olmaq mənalarını ifadə etdikdə sadə feil kimi işlənir. Misal üçün, deyirəm, mən şəhərdə oluram. Oluram hara? Nə edirəm? Oluram harada? Şəhərdə. Yəni burada artıq müstəqil məna ifadə edəcək. O cümlədən etmək feildə işi yerinə yetirmək, həyata keçirmək mənasında işləndikdə müstəqil şəkildə suala cavab verəcək. Misal üçün, deyirəm ki, mən bugün dərslərimi etdim. Bu formada, yəni nəyisə icra etmək mənasında artıq müstəqil feil olmuş olacaq. Bunları da biz təbii ki, cümlələrdə diqqət edəcəyik. Sonra üçüncü, bilmək feili. Bilmək feili özündən əvvəlki feilə AR şəkilçisinin artırılması ilə və ardınca da bilmək sözünün qoşulması ilə yaranan mürəkkəb feillər. Misal üçün, deyirəm, oxuya bilmək, yaza bilmək, oxuya, danışa bilmək, gülə bilmək və s. Baxırıq, AR formasında olur əvvəlki feil. Yenə də bilmək sözü də, deməli, tanımaq, məlumatı olmaq mənasında işləndikdə müstəqil mənada ifadə edəcək. Misal üçün, mən bu tapşırığı bilirəm. Nə edirəm? Bilirəm. Burada artıq müstəqil mənada işlənmiş olacaq. Qeyd edeyim ki, o cümlədən biz, deməli, feilin təsriflənməyən forması olan feili bağlamanı da, misal üçün, təkrarı ilə yaranan oxuya-oxuya, gülə-gülə və yaxud da gələr-gəlməz, gülər-gülməz bu tipli sözləri də mürəkkəb feil kimi götürürük. O cümlədən də frazeoloji birləşmələr mürəkkəb feil kimi götürülür. Təsdiq və inkar feillər. Biz bayağı qaydanı izah edəndə dedik ki, feillər həm işin icra olunduğunu, həm də icra olunmadığını bildirə bilərlər. Buna görə də feillər, işin icra olunduğunu bildirən feillərə təsdiq feillər, işi icra olunmadığını bildirən feillərə isə inkar feillər deyilir. Feilin inkarı -2 şəkilçisi ilə yaranır. Qeyd edim ki, inkar şəkilçisi qrammatik şəkilçidir və vurğu qəbul etmir. Biz vurğu bölməsini keçəndə də vurğu qəbul etməyən şəkilçilərin içərisində ma-inkar şəkilçisini görmüşük. Qeyd edeyim ki, ma şəkilçisi, -2 şəkilçisi leksik şəkilçi kimi də işləndiyi üçün bəzən uşaqlar qarışdırırlar. Ma leksik şəkilçi kimi isim və sifət düzəldən leksik şəkilçi kimi işlənir. İsim və sifət. Misal üçün, deyirəm ki, hörmə corab, hörmə şal olsun və yaxud da hörmə şal. Bu formada işlənir. Burada ma sifət düzəldən leksik şəkilçi kimi işlənir. Ma-inkar şəkilçisi də isim və yaxud da sifət düzəldən leksik şəkilçini fərqləndirmək üçün bilmək lazımdır ki, leksik şəkilçi olan ma vurğu qəbul edir, amma ma-inkar şəkilçisi vurğu qəbul etmir.
Leksik şəkilçi ma digər nitq hissələrinin üzərinə, amma ma inkar şəkilçisi isə yalnız feillərin üzərinə artırılır. Bu formada biz bunları da fərqləndirə bilərik cümlədə. Qeyd edeyim ki, ma inkar şəkilçisi kimi qrammatik, leksik şəkilçi kimi isə təbii ki, leksik şəkilçidir. Bunların da işarəsini düzgün qoymaq lazımdır. Təsirsiz və təsirli feillər. Ümumiyyətlə biz istənilən bir feilə sual verməklə onun təsirli və yaxud da təsirsiz olmağını müəyyən edə bilmərik. Bəs nə cür müəyyən edirik? Tutaq ki, oxumaq və baxmaq feillərini yazacağam. Bura oxumaq və baxmaq. Biz bu sözlərə ayrı-ayrı da hər ikisinin də feilin sualını versək, nə etmək sualına cavab verəcəklər. Bəs biz bunların təsirli və yaxud da təsirsiz olduğunu necə müəyyən edirik? Həmin sözlərə özündən əvvəlki sözü təsəvvür edirik. Biz oxumaq nəyə, kimdə, nədən belə deyə bilmərik. Oxumaq avtomatik olaraq beynimizdə belə gəlir. Nəyi? Tutaq ki, biz onun qarşısına bir kitabı sözünü yazıram. Kitabı. Və yaxud da baxmaq nəyə? Tutaq kitaba. Avtomatik olaraq belə gələcək. Biz oxumaq kitaba, kitabda, kitabdan və yaxud baxmaq kitabı belə deyə bilmərik. Deməli, özündən əvvəlki sözü ismin təsirli halında tələb edən feillərə təsirli feillər deyirik. Özündən əvvəlki sözü ismin təsirli halında deyil, digər hallarında tələb edən feillərə isə təsirsiz feillər deyirik. Bu formada, yəni biz feilin təsirli və yaxud da təsirsiz olduğunu müəyyən edirik. Feilin qrammatik məna növləri. Feilin qrammatik məna növləri də iş görənlə üzərində iş görülən, deməli belə deyək də, obyektlə subyekt arasındakı əlaqəyə əsasən müəyyən olunur. Buna görə də feilin qrammatik məna növləri yaranır. Feilin qrammatik məna növləri 6 dənədir. Birinci məlum növ. İkinci məchul, elə adları da onların açılışını bir növ vermiş olur. Üçüncü qayıdış. Dörd, şəxssiz. 5, qarşılıqlı birgəlik. 6, icbar növ. Feilin qrammatik məna növlərindən yalnız məlum növ quruluşca həm sadə, həm düzəltmə, həm də mürəkkəb olur. Qalan bütün növlər isə quruluşca ya düzəltmə ya da mürəkkəb olur. Çünki məlum növün xüsusi şəkilçisi yoxdur. Yəni özünün növ olaraq şəkilçisi olmadığı üçün sadə də ola bilər. Amma qalan növlərin hamısının özünün xüsusi şəkilçisi olduğu üçün onlar ya quruluşca düzəltmə ya da mürəkkəb olmalıdır. Qeyd edeyim ki, feilin qrammatik məna növlərinin şəkilçiləri leksik şəkilçiləri. Məlum növ adından da bəlli olduğu kimi işi görən məlum olur. Misal üçün deyirəm ki, şagird tapşırığı yazdı. İşi görən bəllidir. Şagird subyekt. İş görənə biz subyekt, üzərində iş icra olunan isə biz obyekt deyirik. İş görən bəllidir və iş görən subyekt mübtəda vəzifəsinə çıxış edir və xüsusi bir feilin də xüsusi bir şəkilçiyə ehtiyacı yoxdur. İkinci məchul növ. Məchul növ ıl üstü 4, ın üstü 4 və n şəkilçisi ilə yaranır. Saitlə bitən sözlərdən sonra biz bilirik ki, ya saitin, şəkilçidəki saitin biri düşür, ya da ki, bitişdirici samitdən istifadə edirik. İndi mən deyəcəm ki, qapı açıldı. Qapı hər halda öz-özünə açıla bilməz. Qapını açan kimsə var, amma bəlli deyil. Məchul növ feillərdə iş görən, yəni subyekt bəlli olunur. Obyekt isə, yəni üzərində iş icra olunan varlıq obyekt adlanır. O isə gəlir cümlədə mübtəda vəzifəsinə çıxış edir. Deməli, burada üzərində iş görülən qapıdır. O gəlir mübtəda vəzifəsinə çıxış edir. Yəni obyekt mübtəda vəzifəsinə çıxır. Məlum növdə subyekt edilir mübtəda vəzifəsində. Burada isə obyekt mübtəda vəzifəsinə çıxış edir. Məchul növ feillərdə biz mübtəda, daha doğrusu işi görəni biz subyekti bərpa edə bilirik, lakin o mübtəda vəzifəsinə çıxış edə bilmirik. Məsəl üçün deyirəm ki, qapı şagird tərəfindən açıldı.
bu artıq tamamlıq vəzifəsinə çıxış edəcək. Yenə də mübtəda vəzifəsinə çıxış edə bilməyəcək. Qayıdış növ feillərdə ümumiyyətlə feilin qrammatik məna növlərindən üçü I üstü 4, ın üstü 4 və n ilə yaranır. O cümlədən şəxssiz növdə ilə qeyd edim burada. Deməli, bunların şəkilçiləri eynidir. Qayıdış növ feillər məchul növ feillərdən fərqli olaraq iş görən bəlli olur və o işi özlərində icra edir. Misal üçün, qapı açıldı deyirəm, indi mən deyirəm gül açıldı. Gül açan olmur, gül özü üzərində işi icra edir. Yəni cümlənin subyekti də elə obyekti olur. Gül həm obyektdir, həm də həm işi icra edəndir, həm üzərində iş icra olunandır. Və cümlənin mübtədası da bəlli olur. Biz bunları bu formada fərqləndiririk ki, məchul növdə cümlənin mübtədası deməli obyekt mübtəda vəzifəsinə çıxış edir. İşi görən bəlli olunur, amma və iş təbii ki başqa varlıq üzərində görülür. Qayıdış növ feillərdə isə iş öz üzərində icra olunur. Adından da elə biz məmanı çıxara bilirik qayıtmaq sözündən. Yəni öz üzərində işi icra edir və iş görən, yəni həm subyekt, həm də obyekt eyni söz olur. Şəxssiz növ feillər, dilimizdə şəxssiz növ feillər müəyyən sayda demək olar ki, çox az saydadır. Misal üçün toxunulmaq var, nəzər salınmaq var, söz verilmək var, rast gəlinmək var, yanaşılmaq, diqqət yetirilmək və sair kimi şəxssiz növ feillər var. Qeyd edim ki, şəxssiz növ feillər işlənən cümlənin mübtədası olmur və həmin mübtədanı bərpa etmək də mümkün deyil. Misal üçün, məsələyə baxıldı. Biz burada mübtədanı heç cür bərpa edə bilmirik. Qarşılıq birgəlik növ adından da bəlli olduğu kimi hərəkət ya qarşı-qarşıya icra olunur, ya da birgə formada icra olunur. Qarşılıq birgəlik növ feillər ış üstü 4 şəkilçisi ilə yaranır. Feillərin üzərinə ış şəkilçisi artırmaqla yaranır. Misal üçün, yazışmaq və sair kimi feillər. Qarşılıq deməli bildirən feillər əsasən təsirli feillərdən yaranır. Feilin qarşılıq növü birgəlik növünə bir-birlərinə bənzəyirlər, amma hər ikisinin şəkilçisi eynidir. Lakin qarşılıq növdəki feillərdə hərəkət qarşı-qarşıya, birgəlik növ feillərdə isə hərəkət birgə formada, bir yerdə icra olunur. Bundan başqadakı qarşılıq növdən fərqli olaraq birgəlik növ təsirsiz feildən əmələ gəlir. Qarşılıq növ isə əsasən təsirli feillərdən yaranır və təsirli olaraq da qalırlar. Daha doğrusu, təsirli feillərdən yaranır, təsirsiz olur. Lakin bəzi feillər var ki, onlar məzmunca qarşılıq birgəlik növü oxşayırlar, lakin ya başqa nitq hissəsinə yarandıqları üçün, yəni feildən yaranmadıqları üçün və yaxud da onlar sadə feillər olduqları üçün biz onları qarşılıq birgəlik növü götürmürük. Misal üçün, güləşmək sözü olsun. Güləşməyin məzmununda, yəni güləşən insanlar qarşı-qarşıya hərəkət edirlər və yaxud da salamlaşmaq olsun. Güləşmək sözü, gül sözündən güləşmək və yaxud da gülə sözü yoxdur ki, güləşmək yaransın. O cümlədən də salam sözündən yarandığı üçün salamlaşmaq, yəni əslində orada da biz işi qarşı-qarşıya icra edirik. Yəni məzmununda qarşılıq birgəlik növ məzmunu olsa da, salam ismindən yarandığı üçün, yəni digər növlər heç biri, yəni başqa nitq hissələrindən yarana bilmədiyi üçün biz bunları məlum növ kimi götürürük. Yəni biz təkcə məzmuna fikir vermirik. Hansı bir növün məzmununa yanaşı mütləq üzərindəki şəkilçiyə baxmalıyıq ki, həmin növün şəkilçisi sözdə iştirak edib yoxsa yox. İcbar növdə dır üstü 4 və tır şəkilçiləri ilə yaranır. Bəzi sözlər t formasında yaranır. Deməli, qeyd edim ki, icbar növ şəkilçiləri yaratmaq üçün yalnız təsirli feillərin sonuna bu şəkilçiləri biz artırdıqda yaranır. Bəzən təsirsiz feilin üzərinə bunları artıranda biz onda icbar növü yaratmış olmuruq. Təsirsiz feildən təsirli feil yaradıb daha sonra icbar növün şəkilçisini yaratmaq lazımdır. Qeyd edək ki, icbar sözünün məcbur sözündən də adından da göründüyü kimi icbar, yəni kiməsə işi icra etdirmək. İcbar növ feillərdə hərəkətin ən azı 2 subyekti olur. Yəni işi icra edən ən azı 2 növ subyekt olur. Qeyd edim ki, burada danışan yox, digər bir şəxs həmin işi icra elətdirir. Misal üçün, tutaq ki, deyirəm, baba nəvəyə bağı
Sulatdırdı. Bağ burada obyektdir. Nəvə və baba isə subyektlər. Deməli, ən az 2 subyekt iştirak etmiş olub. Bayaq da qeyd etdik ki, feilin qrammatik məna növlərindən yalnız məlum növ quruluşça sadə düzəltmə və mürəkkəb ola bilər. Digər qrammatik məna növləri isə quruluşça yalnız düzəltmə mürəkkəb ola bilirlər. Bunları da yadda saxlayırıq. Sonra qeyd edim ki, qaldırmaqdır, güldürməkdir, öldürməkdir, sındırmaqdır, çatdırmaqdır. Bu tipli sözlər məlum növdədir. Yəni təsirlidən yaranmalıdır. Deməli, icbar növ. Bunlara diqqətlə baxmaq lazımdır. Feil ümumiyyətlə iki böyük hissəyə ayrılır. Feillər daha doğrusu təsriflənməsinə görə feillər iki böyük hissəyə ayrılır. Birinci, təsriflənən feillər. İkinci isə təsriflənməyən feillər. Şəxsə, kəmiyyətə görə dəyişə bilən feillərə təsriflənən feillər deyirik. Feilin şəkilləri feilin təsriflənən formalarına aiddir. Bayaq bizim izah etdiyimiz feilin qrammatik məna növləri isə həm təsriflənən feillər, həm də təsriflənməyən feillər feilin qrammatik məna növlərində iştirak edə bilərlər. Feilin təsriflənməyən formaları isə şəxsə və kəmiyyətə görə, o cümlədən zamana görə dəyişə bilməyən formalardır. Təsriflənməyən formalara feili, sifət, məsdər və feili bağlama aiddir. Gəlin indi bir-bir feilin şəkillərini sizlər üçün izah edim. Qrammatik məna növləri kimi feilin şəkilləri də 6-dır. Birinci, xəbər şəkli. Elə gəlin xəbər şəklini qeyd edim, daha sonra izah edim. Mən zamanları ayrıca izah etmədim. Ona görə ki, xəbər şəklinin içərisində izah edim ki, şagirdlər üçün daha rahat olsun. Xəbər şəkli adından da göründüyü kimi işin nə zaman həyata keçirilməsi haqqında məlumat verir. Xüsusi bir əlaməti yoxdur. Xəbər şəkli göstəricisi feilin zaman şəkilçiləridir. Feilin zamanlarına gəlincə isə feilin 3 zamanı var. Keçmiş zaman, indiki zaman və gələcək zaman. Keçmiş zamanın özündə 2 növ var. Şuhudi keçmiş zaman. Nəqli keçmiş zaman. Şuhudi keçmiş zamanın şəkilsi D+4 şəkilsidir. Şuhudi keçmiş zaman hər hansı bir işin icra olunub-olunmadığını qətiyyətlə, yəni keçmişdə qətiyyətlə icra olunub-olunmadığını ifadə edir və D+4 şəkilsi ilə yaranır. Nəqli keçmiş zaman isə nəql yolu ilə hadisələr bizə çatdırır. Keçmişdə baş verən hadisələr və nəqli keçmiş zaman şəkilsi ya M+4 ya da I+4 şəkilçilərdir. İndiki zaman zamanın şəkilçisi I+4'dür. İşin, hərəkətin hal-hazırda baş verdiyini bildirir. Məsəl üçün, gəlir, oxuyur və s. Qeyd edək ki, biz fonetika bölməsində sonu AE sahitləri ilə bitən sözlərin fərqli tələffüzündə indiki zaman sonu AE ilə bitən feillərdə indiki zamanda qapalı I-U-yə keçmə hadisəsini keçmişik. Məsəl üçün, yaşayır, yaşayır formasında. Onu da bir daha xatırlamış olduq. Gələcək zamanda 2 növ var. Qəti gələcək zaman və qeyri-qəti gələcək zaman. Qəti gələcək zamanın şəkilsi acaq, əcək. Qeyri-qəti gələcək zaman isə ar üstündə 2. Qəti gələcək zaman hərəkətin qəti şəkildə, yəni mütləq şəkildə gələcəkdə baş verdiyini bildirir. Məsəl üçün, yazacaq, oxuyacam və s. Qeyri-qəti gələcək zaman isə qeyri-qəti formada, yəni dəqiqliklə ifadə etmir. Məsələn, gələr, oxuyar və s. Qeyd edək ki, biz bayaq feilin inkar formasını keçəndə dedik ki, feil ma-inkar şəkilsindən istifadə olunur. Lakin feilin indiki zamanında və qeyri-qəti gələcək zamanda ma-nın A-sı düşür. Misal üçün, gəlmir. Bir də var deyirəm, gəlməz.
Adətən uşaqlar bunu mir və yaxud da məz formasını götürürlər. Qeyd edim ki, baxın uşaqlar, gəlmək sözün köküdür. M burada ayrı götürürük. İnkar şəklisi, ir və əz şəkli isə deməli indiki və qeyri-qəti gələcək zamanında şəkilçilərdir. Sadəcə bizim belə bir qaydamız var ki, hər dəfə demək olar ki, biz bunu təkrarlayırıq. Söz saitlə bitəndə və yaxud da saitlə bitən ümumiyyətlə sözdən və yaxud da şəkilçidən sonra saitlə başlanan şəkilçi gələndə ya şəkilçi düşməlidir ya da bitişdirici samitlərdən istifadə olunur. Burada da inkar şəkilçisinin şəkilçisi düşüb, biz bunu təkcə M formasını götürürük. Bəs Z nədir? Qeyri-qəti gələcək zaman inkarda R formasında və yaxud da R formasında yox, az və əz formasında olur. Gəlmər yox, gəlməz. Oxumar yox, oxumaz formasını işlədirik. Bu oldu feilin zamanları, yəni xəbər şəkli, əmr şəkli. Əmr şəkli əmr, istək, xahiş və s. kimi bildirir. Əmr şəklində xüsusi şəkilçisi yoxdur. Şəxs şəkilçiləri ilə yaranır. Birinci şəxsin təkində, misal üçün, mən gəlim, cəmində biz gələk. İkinci şəxsin təkində xüsusi bir şəkilçi yoxdur. Sən gəl, söz kökü olduğu kimi qalır. İkinci şəxsin cəmində siz gəliniz. Üçüncü şəxsin təkində o gəlsin, cəmində isə onlar gəlsinlər. Sin üstəgəl formasında işlənəcək. Deməli, əmr şəklində özünün xüsusi şəkilçisi yoxdur. Sonra arzu şəkli A-2, yəni A-L şəkilçisi ilə yaranır. Arzu şəklində işlənən feillərdən sonra daha doğrusu əvvəl adətən kaş, barı, kəşki ədatlarından istifadə edirik və yaxud da istifadə etməsək də rahatlıqla bərpa edirik. Oxuya, baxa, gülə, kəş oxuya, kəş baxa, kəşki görə və s. kimi bu formada işlədirik. Sonra lazım şəkli. Qeyd edim ki, xəbər, əmr və arzu şəkillərinin inkarı ma-inkar şəkilçisi ilə yaranır. Lazım şəkli isə ası üstü 2 şəkilçisi yaranır və inkarı isə yalnız deyil sözü ilə yaranır. Lazım şəkli ma-inkar şəkilçisi qəbul edə bilmir. Misal üçün, yazasıyam, yazmayasıyam, belə demək düzgün deyil. Yazası deyiləm. Bu formada işlədirik. Bütün bu feilin daha doğrusu şəkillərin şəkilçiləri feil kökünə və yaxud da başlanğıc formasına artırılır. Daha sonra vacib şəkli. Vacib şəklinin çəkicisi malı üstü 2-dir. Yəni işin icra olunmasının vacibliyini bildirir. Vacib şəkilisi həm ma-inkar şəkilsi ilə, həm də deyil sözü ilə yaranır. Yadda saxlayırıq ki, lazım şəkli yalnız deyil sözü ilə, vacib şəkli həm ma-inkar şəkilsi, həm də deyil sözü ilə, qalan şəkillər isə inkar şəkilsi olan ma-2 ilə yaranırlar. Sonra gəlir şərt şəkli. Şərt şəklinin şəkilçisi isə sa-2-dir. Şərt şəklində işlənən sözdən sonra həmişə vergül işarəsi qoyulur. O cümlənin müstəqil xəbəri olmur. Həmişə mürəkkəb cümlənin tərəflərindən biri olur. Bu da oldu feilin şəkilləri. Yəni feilin təsriflənən formaları. Feillərə artırılan şəxs şəkilçilərinin isimləri üçün qeyd edilir. Qeyd edim ki, feillər yəni şəxsə görə dəyişə bilirlər. Təsriflənməyən formalardan feili sifətin şəxs sonluqları, xəbərlik şəkilçiləri adlara qoşulan şəxs sonluqları ilə eynidir. Misal üçün, biz adlar üçün demişdik ki, birinci şəxsin təkində am, cəmdə isə ıqısı 4. İkinci şəxsin təkində san, cəmdə isə sınız. Üçüncü şəxsin təkində dır, cəmdə isə dırlar formasındadır. Məsələ isə yalnız üçüncü şəxsin sonluğunun xəbərlik şəkilçisini qəbul edir. Feili bağlama isə ümumiyyətlə şəxs sonluğu qəbul etmir. Ona görə ki, feili bağlama biz bilirik ki, xəbər vəzifəsinə çıxış edə bilmir. Sintaktik vəzifə olaraq yalnız zərflik vəzifəsinə çıxış etdiyi üçün, yəni ümumiyyətlə xəbər vəzifəsi qəbul etmədiyi üçün həmin şəxs şəkilçilərini qəbul edə bilmir. Təsriflənən feillərdə isə şəxs sonluqları bunlardır. Qeyd edim ki, feilin əmr şəklinə qoşulan şəxs sonluqları feilin digər şəkillərindən fərqlənir. Birinci şəxsin təkində üstü 4. Misal üçün, oxuyum, gülüm, deyim. Cəmində, təki, burada yazım birinci şəxscə. Cəmdə ağ üstü 2. Oxuyaq, baxaq, gülək. İkinci şəxsin
İkinci şəxsin təkində heç bir xüsusi şəkilçi yoxdur. Misal üçün, sən oxu, gül, de, danış və s. Sözün kökünün özünü deyirik. Cəmində ın üstü 4. Siz gəlin, siz oxuyun, siz deyin, siz danışın və s. Üçüncü şəxsin təki. Sın üstü 4. O gəlsin, o oxusun, o yazsın, o baxsın və s. Üçüncü şəxsin cəmində. Cəmdə isə sın üstü 4, üstəyə lar üstü 2. Sın üstü 4. Onlar oxusunlar, onlar baxsınlar, onlar gülsünlər və s. Qalan arzu, vacib, sonra xəbər, şərt şəkillərinin şəkilçiləri isimlərin şəxs xəbəri şəkilçilərinə oxşayır. Birinci şəxsin təkində am üstü 2. Misal üçün biz isimlərdə deyirik anayam, burada tutaq feildə deyəcəyik oxuyuram, baxıram, gəlirəm və yaxud da digər şəkillərdə. Sonra deməli, birinci şəxsin cəmində ıq üstü 4. Burada yazın. Onları deməli, digər şəkillərdə am üstü 2, ıq üstü 4. İkinci şəxsin təkində sam üstü 2. Cəmində sınız üstü 4. O cümlənin hınız formasında da işlənir. Saitlə bitən sözlərə aiddir. Üçüncü şəxsin təkində dır üstü 4. Cəmdə isə dır üstü 4. Üstülərlər. Bu formada şəxs sonluqları işlənir və idi, imiş, isə hissəcikləri haqqında məlumat verim sizlərə uşaqlar. İdin, imiş, isə. Feillərə və digər nitq hissələrinə artırıla bilir həmin bu hissəciklər. İdi, imiş hissəciklərə həmçinin sözlərə şəkilçi formasında qoşula bilirlər. Bu zaman idi hissəciyi şuhudi keçmiş zamandı, imiş hissəciyi nəqli keçmiş zamanmış, isə hissəciyi isə şərt şəklinin şəkilçisi olan sa, səyə oxşuyur. Biz onları necə fərqləndirəcəyik, indi birazdan deyəcəyim. Deməli, qeyd edeyim ki, idi, imiş hissəciklərinin o cümlədən də isə hissəcinin şəkilçələşmiş formaları vurğu qəbul etmir. Həmin bu hissəciklər başqa nitq hissələrinə, feildən başqa digər nitq hissələrinə, o cümlədən saitlə bitən feillərə artırılırsa, yəni digər nitq hissələri isə istəyir saitlə bitsin, istəyir samitlə bitsin, fərq etməz. Sözlərdən ayrı yazılacaq. Samitlə bitən feillərə artırıldıqda isə samitlə bitənlərdə isə həm ayrı, həm də bitişik yazıla bilirlər. Deməli, idi, imiş, isə hissəciklər qoşuldular, sözlə birlikdə bir cümlə üzvü olur. Yəni ki, cümlə üzvünün quruluşuna təsir etmirlər. İdi, imiş, isə hissəciklər həmişə feilin şəkillərinin şəkilçilərindən sonra sözə qoşulur. Biz bunları, yəni şəkilçiləşmiş formasını həmin necə fərqləndirir? Belə fərqləndirir ki, biz dedik ki, feilin şəkillərinin şəkilçiləri feil kökünə və ya başlanğıc formasına artırılır. Amma idi, imiş, isə hissəcikləri feilin daha doğrusu feilin şəkillərinin şəkilçisindən sonra artırılır. Misal üçün mən deyim ki, yazmışsa. İndi biz burada desək ki, buradakı mış nədir, sa nədir, hansı hissəcikdir, hansı şəkildir, baxırıq. Biz dedik ki, şəkillər hara artırılır? Feil kökünə və yaxud da başlanğıc forması. Deməli, mış nə olacaq? Keçmiş zaman şəkilsi, nədir? Keçmiş zaman şəkilsi sa nə olacaq? İdi, imiş, isə hissəciyinin deməli qısaldılmış forması olacaq. Yəni feilin şəkillərinin əlamətindən sonra artırılmış oldu. Yəni biz birinci feil şəkillərinin fərqi yoxdur hansı şəkil. İndi mən xəbər şəklinə aid nümunə yazdım. Feil şəkillərinin əlamətini veririk. Daha sonra isə idi, imiş, isə hissəciklərindən birini veririk. İdi və imiş hissəcikləri deməli əmr şəklində və şuhudi keçmiş zamanına heç vaxt qoşula bilmir. Deməli, biz bu şəkilləri artıra bilmirik. İsə hissəciyi isə əmr, arzu və şərt şəkillərinə qoşula bilmir. İsə hissəciyi heç zaman müstəqil cümlənin xəbərinə qoşula bilmir. Qeyd edeyim ki, isə hissəciyi istənilən sözə qoşulduğunda ona şərt məzmunu verir.
Qoşulma yerlərdəki idi hissəciyi həm şəxs şəkilsindən əvvəl, imiş hissəciyi həm şəxs şəkilsindən əvvəl, həm də sonra qoşula bilər. İsə hissəciyi isə həm şəxs şəkilçisindən sonra qoşulur. Biz dedik ki, idi, imiş, isə hissəcikləri vurğu qəbul etmir, amma feilin şəkillərinin şəkilçiləri vurğu qəbul edir. Qeyd edim ki, feilin şəkillərinin şəkilçiləri qrammatik şəkilçilərdir. Feilin qrammatik məna növlərinin şəkilçiləri isə leksik şəkilçiləridir. Bu oldu feilin təsriflənən formalarının açılışı. Gələn dərs isə sizlərə feilin təsriflənməyən formalarını izah edəcəm. Ümid edirəm ki, sizlər üçün izahım faydalı oldu. Bəyəndinizsə videonu bəyənin, kanalıma abunə olun. Sağ olun.